Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz Azərbaycan tarixindən Azərbaycan torpaqlarının birləşdirilməsinə son təşəbbüs mövzusudur. Azərbaycan torpaqlarının birləşdirilməsinə son cəhd edən Ağa Məhəmməd xan Qacar olmuşdu. Qacar tayfaları Bayat boyundan idilər. Monqol yürüşləri dövründə Qacar tayfalarının bir hissəsi Şərqi Anadoluda və Şərqi Anadolu və Suriyada məskunlaşmışdılar. 14-cü əsrdə Qacar tayfaları Ağqoyunlu tayfa birliyinə daxil olmuşdular. Ağqoyunlu tayfa birliyinə daxil olduğu üçün bunlar Diyarbəkir ətrafında məskunlaşmışdılar. Bunlar Diyarbəkirdə olarkən Səfəvilər nəsli tərəfindən, Səfəvilərin təbliğatı nəticəsində İslam dininin şiəlik məzhəbini qəbul etmişdilər. 15-ci əsrdə isə Həsən bəyin rəhbərliyi altında bunların bir hissəsi məskunlaşmışdı. İrəvanda, Bərdədə, Gəncə ətrafında məskunlaşmışdı. Səfəvi sülaləsinin hakimiyyətə gəlməsində iştirak edən 7 mühüm qızılbaş tayfasından biri də Qacar tayfaları olmuşdu. Qacar tayfaları ümumiyyətlə Səfəvi dövlətində mühüm vəzifələri tutmuşdular. Səfəvi ordusunun yüksək rütbəli zabitlərindən biri olan Tozqoparan ləqəbli Qarapiri bəy də Qacar tayfasının nümayəndəsi olmuşdu. Qacar tayfasının bir qolu olan Ziyadoğlu nəsli, mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyinin nəsli hakimləri olmuşdu və bunlar bir müddət Qarabağ bəylərbəyini idarə etmişdilər. Həmçinin Qacar tayfaları Qarabağ bəylərbəyliyi ilə yanaşı Astarabad ərazisində Astarabad bəylərbəyində idarə etmişdilər. Şah Abbas tərəfindən Hüseyn xan Qacar Astarabada hakim təyin edilmişdi. Hüseyn xan Qacar Astarabada hakim təyin edildikdən sonra Qacarların böyük bir hissəsi Astarabad ərazisində məskunlaşmışdı. Və bunlar Astarabad ərazisində məskunlaşdıqdan sonra Qacar tayfaları burada əsasən iki qola parçalanmışdılar. Hansılardır? Qovanlı və Dəvəli qollarına parçalanmışdılar. Qacar tayfalarının ən görkəmli nümayəndələrindən biri də Məhəmməd Həsən xan Qacar olmuşdu. Məhəmməd Həsən xan Qacar 1747-ci ildə Nadir Şahın ölümündən sonra Azərbaycan torpaqlarının birləşdirmək uğrunda mübarizəyə başlamışdı və bunun nəticəsində Məhəmməd Həsən xan Qacar qısa müddət ərzində Azərbaycan və İran torpaqlarının bir hissəsini ələ keçirmişdi, Azərbaycanın cənub torpaqlarını. Daha sonra isə Astarabadda möhkəmlənərək öz hakimiyyətin Gilan, Qəzvin, İsfahan və Azərbaycanın cənub torpaqlarının bir hissəsinə də yaymışdı. Məhəmməd Həsən xan Qacar 1759-cu ildə zəndlərlə döyüş zamanı sui-qəsd nəticəsində öldürülmüşdü. Məhəmməd Həsən xan Qacarın ölümündən sonra bir müddət Qacarlara Ağa Məhəmməd xan Qacar rəhbərlik etmişdi. Ümumiyyətlə, Ağa Məhəmməd xan Qacar Qacarlar tayfasının ən görkəmli nümayəndəsi olmuşdu. Ağa Məhəmməd xan Qacar atasının ölümündən sonra Qacar və türkmənlərdən topladığı tayfa ilə zəndlərə qarşı mübarizə aparmış, lakin 1763-cü ildə döyüşlərin birində əsir düşmüşdü. Əsir düşdükdən sonra Kərim xan Zənd Qacarlarla münasibəti daha da pisləşdirməmək üçün Ağa Məhəmməd xan Qacarı öldürməmişdi, ancaq onu 16 il Şirazda, girovluqda saxlamışdı. Lakin Ağa Məhəmməd xan Qacar özünün istedadı, biliyi, savadı nəticəsində hətta müşavir vəzifəsinə qədər yüksəlmişdi və Kərim xan Zəndin müşaviri olmuşdu. 1779-cu ildə Kərim xan Zənd vəfat etdi. 1779-cu ildə Kərim xan Zəndin vəfatından sonra bu Şirazdan Astarabada gəldi və burada Qacarlar iki qola bölünmüşdü. Qovanlı, bir də Dəvəli tayfalarına. Ağa Məhəmməd xan Qacarın atası Məhəmməd Həsən xan Qacar Qovanlı nəslindən idi. Anası Ceyran xanım isə Dəvəli nəslindən idi. Ağa Məhəmməd xan Qacar ilk təhsilini də anası Ceyran xanımdan almışdı. Bu Qovanlı və Dəvəli tayfaları bir-birinə qarşı düşmənçilik siyasəti yeridirdi. Bu Qovanlı və Dəvəli tayfaların yenidən birləşdirdi və bu da Qacar tayfalarının güclənməsinə səbəb oldu.
Artıq Ağa Məhəmməd xan Qacar Qacar tayfalarını birləşdirdikdən sonra Zəndlərə qarşı mübarizəyə başladı. Hətta 1785-86-cı illərdə Zəndlər üzərində bir sıra qələbələr qazandı. Zəndlər üzərində qələbədən sonra öz hakimiyyətini artıq Mazandaran, Astarabad, Gilan, Tehran, Qum, Kaşan, İsfahan və Xorasanın bir hissəsinə Qacarların hakimiyyətini yaydı. Bu da onun ərazisinin genişlənməsinə səbəb oldu. Ağa Məhəmməd xan Qacarın əsas məqsədlərindən biri Səfəvi imperiyasının keçmiş qüdrətini bərpa etməkdən ibarət idi. Hətta Ağa Məhəmməd xan Qacar Tehranı iqamətgaha, daha sonra isə Qacarların paytaxtına çevrilmişdi. Ağa Məhəmməd xan Qacar şah titulunu qəbul etdi, lakin rəsmən olaraq tac qoyma mərasimin keçirtmədi. Öz adına Günəş və Aslan təsviri olan pulda zərb etdirdi. Daha sonra isə Ağa Məhəmməd xan Qacar tərəfindən cənub torpaqları, Sərab, Xoy, Urmiya xanlıqları da asılı hala salındı. 1790-cı ildə Təbrizi ələ keçirdi və Təbrizi ələ keçirdikdən sonra Təbriz Qacarlar dövlətinin Darus Səltənətinə, yəni vəliyyətlərin əyləşdiyi yerə çevrildi. Ümumiyyətlə, Təbriz Qacarlar dövlətində mühüm rol oynayan şəhər idi. Tehrandan sonra ölkənin rəsmi ikinci mühüm şəhəri Təbriz şəhəri hesab edilirdi. Azərbaycanın şimalından fərqli olaraq Azərbaycanın cənubunda və İranda hakimiyyət uğrunda mübarizə Ağa Məhəmməd xan Qacarın qalibiyyəti ilə başa çatdı. Ağa Məhəmməd xan Qacar Azərbaycanın cənub torpaqlarını və İranı birləşdirdi. Bundan sonra Qacarın əsas məqsədi Azərbaycanın şimal torpaqlarını da tabe etməkdən və Cənubi Qafqazı da tabe etməkdən ibarətdir. Lakin 1783-cü ildə Kartli Kaxetiya çarlığı Rusiyanın hakimiyyətini qəbul etmişdi. Rusiya artıq Cənubi Qafqazda möhkəmlənməyə çalışırdı. Bu Qacarları narahat edirdi. Ona görə də Osmanlı sarayına elçilər göndərdi. Osmanlı dövləti ilə Qacarlar arasında diplomatik əlaqələr yarandı. Həmçinin bu dövrdə böyük dövlətlərdən olan Fransa və İngiltərədə Qacarlar dövləti ilə əlaqə saxlayır. İstəmirdilər ki, Cənubi Qafqazda Rusiya möhkəmlənsin. Beləliklə, Ağa Məhəmməd xan Qacar artıq 1795-ci ildə Azərbaycanın cənub torpaqlarını ələ keçirdikdən sonra da şimala yürüş etmək qərarına gəldi. 1795-ci ildə yürüşə başladı. Bu yürüşdə bir sıra məqsədləri vardı. Bunun məqsədi nədən ibarət idi? Əsas məqsədi Səfəvi dövlətinin keçmiş qüdrətini, keçmiş sərhədlərini bərpa etməkdən ibarət idi. Birinci yürüşündə əsas məqsədlərdən biri Qarabağ xanlığının tabe edilməsindən ibarət idi. Həmçinin bu dövrdə Qarabağı tabe etmək, Azərbaycanın şimal torpaqlarına sahib olmaq, Cənubi Qafqazda Rusiyanın qarşısını almağa çalışırdı. Rusiyanın himayəsi altına keçən Kartli Kaxetiya çarlığını cəzalandırmaq istərdi. Bu məqsədlərə görə 1795-ci ildə Ağa Məhəmməd xan Qacar Azərbaycanın şimal torpaqlarına yürüşə başladı. Ağa Məhəmməd xan Qacar ilk öncə olaraq diplomatik yola əl atdı. Bir sıra xanlıqlara məktublar göndərdi, fərmanlar göndərdi və onun hakimiyyətini qəbul etməsini istədi. Lakin çox az xanlıq Qacarın məktubuna müsbət cavab verdi. Hansı xanlıqlar müsbət cavab verdi? Gəncə xanlığı, çünki Gəncə xanlığı da özü Qacar tayfasının bir qolu olan Ziyadoğlu nəsli tərəfindən idarə edilirdi. Şəki və Quba xanlıqları Qacarın cavabına müsbət cavab verdilər. Xanlıqların bir hissəsi kömək üçün Rusiyaya müraciət etdilər. Ancaq Qacarın yürüşü ərəfəsində xanlıqlar vahid ittifaq yarada bilmədilər. Lakin bir sıra xanlıqlar Qarabağ xanı və Kartli Kaxetiya çarlığı birlikdə ittifaq yaratmaq qərarı aldılar. Çünki ümumiyyətlə Qarabağ xanlığı ilə Kartli Kaxetiya çarlığı arasında dostluq münasibətləri vardı. Bunlar ittifaq yaratmaq qərarı aldılar. Qarabağ xanı İbrahim Xəlil xan, həmçinin bu zaman Lənkəran xanı Mir Mustafa xan, İrəvan xanı Hüseyn xan Qacar da ittifaq yaratmaq qərarına gəldilər. Beləliklə, Qarabağ, Lənkəran, İrəvan və Kartli Kaxetiya çarlıqları birlikdə ittifaq yaratdılar. 1795-ci ildə Ağa Məhəmməd xan Qacar 60 minlik qüvvə ilə Azərbaycanın şimal
şimal torpaqlarına yürüşə başladı. Birinci dəstə Muğan və Şirvandan keçib Dağıstan ərazisini tabe etməli idi. İkinci dəstə Qarabağ xanlığını tutmalı idi. Qarabağ xanlığını tutduqdan sonra Gürcüstan üzərinə yürüş eləməli idi. İkinci dəstəyə Ağa Məhəmməd xan Qacar özü rəhbərlik edirdi. Üçüncü dəstə isə İrəvan xanlığını tabe etməli idi. Buna xanın qardaşı Əliqulu xan rəhbərlik edirdi. Və beləliklə yürüşə başladı. İlk 1795-ci ildə Lənkəran xanı Mir Mustafa xan Qacarın yürüşü ərəfəsində Qacara qarşı müqavimət göstərə bilməyib, Ağa Məhəmməd xan Qacara qarşı əhalinin bir hissəsini Sarı adasına köçürdü. Üçüncü dəstəyə dedi, Əliqulu xan rəhbərlik edirdi. Əliqulu xan Naxçıvana hücum etdi, lakin Naxçıvanı tuta bilmədi. Bu zaman daha zəif müdafiə olunan İrəvanı isə ələ keçirdi. Dedi, əsas hücum hədəfi Qarabağ xanlığı idi. Qarabağ xanı da bu zaman İbrahim Xəlil xan Qacarın yürüşü ərəfəsində Xudafərin körpüsünün dağıdılması haqqında əmir verdi. Lakin Xudafərin körpüsü dağıdıldı. Lakin Qacarın ordusu Arat çayını keçərək sallar düzəltdilər və bunun nəticəsində Arat çayını keçdilər. Şuşa qalası 33 gün mühasirədə saxlandı. Şuşa qalasını 33 gün mühasirədə saxlasa da Qacar qoşunları bütün cəhdlərinə baxmayaraq Şuşanı ələ keçirdə bilmədilər. Bundan sonra Qacarın qoşunları Şuşanın müdafiəsini dayandırıb Tiflis üzərinə hücuma keçdilər və bunun nəticəsində bütün Gürcüstan ələ keçirildi. Tiflisi tutmaqla 8 gün müddətində Tiflisi ələ keçirtmişdilər. Ümumiyyətlə Qacar birinci yürüşdə Tiflisi ələ keçirdikdən sonra geri qayıtdı və bu zaman ümumiyyətlə Qacarın birinci yürüşü zamanı artıq bir sıra xanlıqlar, bəzi xanlıqlar Qacarların hakimiyyətini tabe etmişdi. Kimlərdir Qacarın hakimiyyətini tabe olan? Naxçıvan xanı Kəlbəli xan tabe olmuşdu, İrəvan xanı tabe olmuşdu, Bakılı Hüseynqulu xan tabe olmuşdu, Dərbənd xanlığı tabe olmuşdu. Həmçinin bu dövrdə Şəki xanının xahişinə əsasən Ağa Məhəmməd xan Qacar Şamaxıyada yürüş elədi və beləliklə Şamaxı ərazisində ələ keçirdi. Şamaxı xanı Mustafa xan Qacarın yürüşü ərəfəsində əhalidən tələb etdi ki, əmr etdi ki, şəhəri tərk etsinlər. Qacarın ordusu Şamaxını ələ keçirdi. Şamaxını ələ keçirdikdən sonra Şamaxını ələ keçirdikdən sonra Ağa Məhəmməd xan Qacar Dağıstanlıların da tabe olmasını tələb etdi. Ağa Məhəmməd xan Qacar Şamaxını tutduqdan sonra Şamaxıya hakim təyin etdi. Lakin Şamaxalılar Qacarın tabe etdiyi hakimin hakimiyyətini tanımadılar. Beləliklə Qacar Şamaxını tutdu. Daha sonra Muğana getdi. Bu zaman Nadir Şahın nəvəsinin Xorasanda qiyam qaldırdığını eşidərək Azərbaycanın şimal torpaqlarını tərk etdi. Ağa Məhəmməd xan Qacar 1796-cı ildə Ərdəbilə çəkildi. Ərdəbildə olarkən artıq bir sıra saray əyanlarının təkidi ilə Ağa Məhəmməd xan Qacar şah titulunu qəbul etdi. 1796-cı ilin martında Ağa Məhəmməd xan Qacar Şah İsmailin qılıncını qəbul edərək tac qoyma mərasimi həyata keçirdi və faktiki olaraq Qacarlar dövlətində hakimiyyətə gəldi. Qacarların faktiki olaraq hakimiyyəti 1779-cu ildən başlasa da, lakin onlar 1796-cı ildə rəsmən hakimiyyətə gəldiyini bildirdilər. Qacarların Azərbaycanın cənub torpaqlarında və İranda hakimiyyəti rəsmi olaraq 1796-cı ildən 1925-ci ilə qədər olan dövrü əhatə edir. Daha sonra nə baş verdi? Qacar Muğanda şah elan edildikdən sonra artıq bütün Xorasan ərazisini öz dövlətinin tərkibinə birləşdirdi. Bu zaman Qacarın Cənubi Qafqaza yürüşü, daha sonra isə Tiflisi və Rusiyanın himayəsini qəbul etmiş Kartli Kaxetiya çarlığına hücumu, bütün Gürcüstanı tutması Rusiya hökumətində narahat etdi. Ümumiyyətlə, 2-ci Yekaterinanın planlarından biri də Cənubi Qafqazı işğal etməkdən ibarət idi. 1796-cı ildə Rusiya dövləti Qacarlar dövlətinə müharibə elan etdi. Valerian Zubovun rəhbərliyi altında 1796-cı ildə Cənubi Qafqaza qoşun göndərdi.
və Cənubi Qafqazda və Azərbaycanın şimal torpaqlarına qoşun göndərdi. Bu zaman Azərbaycanın bir sıra xanlıqları Şamaxı və Quba ruslara qarşı müqavimət göstərdi. Lakin buna baxmayaraq 1796-cı ildə ruslar tərəfindən Quba, Dərbənd, Bakı və Gəncə xanlıqları ruslar tərəfindən işğal edildi. Lakin ruslar bu torpaqları işğal etsələr də 1796-cı ildə Rus çaritsası 2-ci Yekaterinanın qəfil ölümü Rus qoşunlarının Azərbaycan torpaqlarını tərk etməsinə səbəb oldu. 1797-ci ildə artıq Ağa Məhəmməd Şah Qacar Azərbaycanın şimal torpaqlarına yürüşə hazırlaşırdı. İlk öncə olaraq öz nümayəndəsi Əliqulu xanı Təbrizə göndərdi. Qacar özü isə Ərdəbilə gəldi. Qacar özü Ərdəbildə olarkən Naxçıvan xanı Kəlbəli xan qiymətli hədiyyələrlə onun qəbuluna gəldi. Kəlbəli xanın hədiyyələrini qəbul etsə də, özün Rus qoşunları ilə əlaqədə olduğunu bildirərək Kəlbəli xanı həbs etdirdi. Daha sonra isə 1797-ci ildə Ağa Məhəmməd Şah Qacar tərəfindən Lənkəran tutuldu. Ağa Məhəmməd xan Qacar 1795-ci ildə yürüş edəndə xanıdır, 1797-ci ildə artıq yürüş edəndə şahidi. Çünki 1796-cı ildə Muğanda rəsmi tac qoyma mərasimi həyata keçirmişdi. Birinci hücumda olduğu kimi, ikinci hücumda da əsas hücum hədəfi Qarabağ xanlığı idi. Qarabağ xanlığın birinci hücum zamanı tuta bilməsə də, ikinci hücum zamanı Qarabağ xanlığı tutturdu. Qarabağ xanlığın ələ keçirdə bildi. Şuşa qalasını ələ keçirdi. Artıq bu yürüşdən sonra Ağa Məhəmməd Şah Qacar Qarabağda olarkən Şamaxılı Mustafa xan, Şəkili Səlim xan, Qubalı Şeyxəli xan, Gəncəli Cavad xan da onun hakimiyyətini qəbul etdilər. Ağa Məhəmməd xan Qacar Şamaxının qarət edilməsi, lakin Şamaxının qarət edilməsinə icazə vermədi. Lakin Ağa Məhəmməd xan Qacarın qəbuluna gələn Bakılı Hüseynqulu xandan Gəncəli Cavad xanı həbs etdirdi. Bunları həbs etdirməsinin səbəbi nə idi? Rus qoşunlarına qarşı müqavimət göstərmədiyini bildirərək onları həbs etdirdi. Həmçinin Qarabağ xanı vəziri Molla Panah Vaqif və onun qardaşı oğlu Batman Qılıc ləqəbli Məhəmməd xan da həbs edilənlər içərisində oldu. Qacara qarşı 1797-ci ildə Şuşada sui-qəsd təşkil edildi. Beləliklə, Ağa Məhəmməd Şah Qacar sui-qəsd nəticəsində öldürüldü. Qacarın ölümündən sonra onun qardaşı oğlu Baba xan Fətəli Şah adı altında hakimiyyətə gəldi. Bu dərsimizlə bağlı bu qədər.